Hər dəfə Qubadlıya yolum düşəndə Həkəri çayı ilə Bərgüşad çayının birləşən yerini görməsəm, özümdə rahatlıq tapa bilmirəm. Xəyal məni hansı hisslərin, fikirlərin dalıcan aparır, heç özüm də bilmirəm. Bizlər hamımız gəlib gedəcəyik. Bu dünyada heç kim qalmayacaq. Amma illərdir, aylardır, əsrlər keçəcək. Bax, bu Həkəri çayı ilə Bərgüşad çayı, bax, beləcə şahraq səsi ilə axacaq, gedəcək. Fikirləşirəm, onların birləşən yeri sanki birlik rəmzidir. Sanki bu iki çay yallı gedir, yallı birlik deməkdir. Bu birlik bizə çox söz deyir. Sanki biz insanlara deyir ki, Həkəri də, Bərgüşad da. Qazanın qaynasın deyə özgəsini oda atma. 5-3 manat puldan ötürü bir-birinizə qənim kəsilməyin. 1-2 metrə torpaq üçün bir-birinizi qanınıza qəltanı eləməyin. Heç kəsin evini yıxmayın. Heç kəsin bədbəxtçiliyinə səbəb olmuyor. Sanki Həkərim də, Bərgüşad da, bax, bu fikirlərlə biz insanlara üst tutur. Bayaq dedim axı, biz bu dünyada qonağıq. Nəsillər gələcək, gedəcək. Amma Həkəri ilə Bərgüşad, bax, beləcə şakraq səsi ilə axacaq, gedəcək, ruhları oxşayacaq. Bura gələnlər duyğulu insanları nəzərdə tuturam. Biraz durulacaq. Amma buradan çəkiləndən sonra çox təəssüf ki, çoxları yenə köhnə hamam, köhnə tas iddiası ilə öz əməllərini davam etdirəcək. Amma mən Həkərinin də, Bərgüşadın da dilindən Məmməd Arazın misraları ilə sizə deyirəm. Nişancı özümüz, hədəf özümüz. Dayanaq, sonrası nə olar? Hələlik pis yanmır köhnə odunda bu ocaq. Sonrası nə olar? Ömrümüz qüruba əylənəcən yorulub bezməyək bu əyləncədən. Dedikodu adlı bir əylicədən atılaq. Sonrası nə olar? Biraz ağlımızın dərsindən qaçaq. Biraz qəlbimizin səsindən qaçaq. İnad ikiləşsə tərsindən qaçaq. Yad olaq. Sonrası nə olar? Özünü haq bilsən, məni də haqsan. Çətin ki, qovuşaq, su olub axsaq. Bir odda külümüz qovuşacaqsa, od olaq. Sonrası nə olar? Yaşa, mənim Həkərim, mənim Bərgüşadım. Sən bir simvolsan, sən bizə çox sözlər deyirsən. Sənə baxanda şəxsən mən ağalar bayram olub duruluram. Xəyallar məni çox uzaqlara aparır. Eşq olsun vətən torpağına, eşq olsun Həkərimizə, eşq olsun Bərgüşadımıza, eşq olsun onların bu birliyinə. Onlar yallı gedirlər, biz də yallı gedək. Yallı birlik rəmzidir. 28 mart 2025-ci il Qubadlı rayonu Bilican kəndi Bərgüşad ilə Həkəri çayının birləşən yeri.